Bugün əlində sərbəst vəsaiti olan vətəndaşlarımıza tövsiyə edirəm ki, biraz da bizi diqqətlə dinləyin. Çünki daşınmaz əmlak və investisiya mövzusunda danışacağıq. Qonağımız iqtisadçı ekspert Fərhad Pərvizidir. Xoş gəlmisiniz. Necəsiz? Xoş gördük. Təşəkkür edirəm dəvətiniz üçün. Biz təşəkkür edirik, dəvətimizi qəbul etdiniz və adətən müxtəlif bizdə mövzular təbii ki qoyulur ortaya. Bu məsələdə təbii ki əminəm ki siz bizə kömək edəcəksiniz. Bax, əvvəlcə sizi yaxından tanıyaq. İndi sosial şəbəkələrdə hər kəs sizi, mənə elə gəlir, bir çox insan təbii ki tanıyır və Facebookdan hal-hazırda bizi izləyənlər də deyir, bəlkə deyir, adı yadınıza düşməsə də simadan artıq 100% tanıdılar. Neçə ildir bu sahədəsiz Fərhad bəy? Mən iqtisadiyyata 2006-cı ildən qoşulmuşam. Aspiranturaya daxil olandan sonra. Və o vaxtdan bəri cəmiyyətdə iqtisadi dərslər, ekonomika na palçıq, yəni ki, iqtisadi və maliyyə maarifləndirilməsi ilə məşğulam. Yəni olar ki, 2012-ci ildən etibarən məhz bu fəaliyyətlə davam edirəm. Sosial mediada məni belə tanıyırlar daha çox. Sosial mediada nə düşünürsünüz? Bu mənim şəxsi öz marağımda olan sualdır deyə ona görə. Hansı podkast və yaxud videolardan sonra siz artıq belə deyək, bir balacada sanki irəliləyiş oldu sırf baxış sayı tərəfdən, bir kütlə tərəfdən, yəni açıq etiraf eləmək lazımdır ki, sırf iqtisadçılar yəni çox nadir hallarda olur ki, sosial şəbəkələrdə bir məşhur bir sima ola bilsinlər və yaxud onları tanısınlar. Bu proses necə oldu? Yəni bu bir strategiya var idi burada, yoxsa sadəcə belə alındı? Təəssüflər olsun ki, iqtisadiyyatı biz həddindən artıq çox elmləşdirərək hansısa bir xüsusi kiçik bir qrup insana aid etmişik. Amma əslində iqtisadiyyat gündəlik həyatda qərar verdiyimiz qərarlarımızdır. Onların məcmusu iqtisadiyyatdır. Mən çox pərəstiş etdiyim Ludwig von Mises, Avstriya İqtisadiyyat Məktəbinin banilərindən biri. Onun Human Action kitabı var. İnsanın əməlləri. Yəni ki, orada prinsip edir ki, insan əməlləri iqtisadiyyatı yaradır. Və mən gündəlik həyatda atılan addımlarımızın iqtisadiyyata necə təsiri barədə danışmağa başlayandan sonra insanlarda bu maraq oyatdı. Onlar hətta bir dənə şərhçi çox yaxşı yazmışdı ki, siz də iqtisadiyyatı həyat dərsi kimi izah edirsiniz. Və düşünürəm, bu insanların daha çox xoşuna gəlibdir. Terminlərdən uzağam, nəzəriyyədən uzağam, sırf praktiki onların gündəlik həyatını yaxşılaşdıra biləcək iqtisadi maliyyə məsləhətləri verməyə çalışıram. Hər halda öz yanaşmanız var deyə və bu da bir kütlənin insanların marağına səbəb olub. Bu açıq bir faktdır təbii ki. Fərhad bəy, gəlin əvvəlcə dinləyicilərimizə izah edək investisiya nədir? Daha sonra növbəti suallarımıza keçid alacaq. Nədir investisiya? Bizə iqtisadiyyatda, maliyyədə belə bir termin var, time value of money. Bu pulun vaxt dəyəri. Bugünkü manat sabahki manatdan daha dəyərlidir. Çünki bu manatı biz bugün nəyəsə yatırım edərək sabahki bu manatı daha da böyüdə bilərik. Və prinsip ki, investisiya bunun üzərində qurulubdur. Bu sadə bir qanun üzərində qurulubdur. Pul işləməlidir, fayda gətirməlidir və bu faydadan siz artım olmalıdır. Və hər bir insan fəaliyyətə başlayarkən, ilk gəlirlərini əldən edərkən artıq öz investisiya potensialını başlamış olur. Edəcəkdir, etməyəcəkdir növbəti sualda. Amma ən azından sənin gəlirliyin formalaşmağa başlayandan bəri sənin investisiya potensialında yaranmağa başlayır. Ki, əksər insanlar, deməzdim amma əksər insanların bir aktiv iş fəaliyyət dövrü var. Deyək ki, 20 yaşından 60 yaşına kimi 40 ilimiz var. Sonra yoruluruq, dincəlmək istəyirik, daha çox valideynlərlə, uşaqlarla, qohumlar özümüz üçün vaxt keçirmək istəyirik. İnsanlar işləyir ona görə ki, işdə aldığı məvacib hesabına işdən kənar fəaliyyətlərini maliyyələşdirə bilir. Çox az adam sırf işə görə işləyir ki, mən çox sevirəm işləməyə və ona görə işləyirəm. İnvestisiya sizə bu imkanı yaradır ki, siz maliyyə azadlığı əldə edəsiniz. Və maliyyə azadlığını əldə edərkən öz
potensialınızı öz digər maraqlarınızın üstünə gedərək orada inkişaf edə biləsiniz. İnvestisiya məhz bunun üçün lazımdır. Tamamilə doğru qeyd edirsiniz. İstəyirəm dinləyicilərimizə WhatsApp nömrəmizi xatırladım. 055 203 1103. Sizin də suallarınız olsa təbii ki Fərhad bəyin özünə ünvanlaya bilərsiniz. Yazın bizə, səsli mesaj da göndərə bilərsiniz. Bax, investisiyadan danışdıqsa investisiya portfeli nədir? Və bu portfeldə adətən hansı aktivlər var? Hansı aktivlər olur? Portfel biz deyəndə investisiyaların bir çox növləri var. Az risklidən başlayaraq çox riskliyə qədər. Misal üçün, az risklər arasında biz ABŞ-nin ya da hansı bir böyük bir Avropa ölkəsinin dövlət istiqrazlarını deyə bilərik. İstiqraz biz deyəndə nə nəzərdə tuturuq? Bəzi insanlar bir yaxşı zarafat var. Deyir istiqraz nə? Çox isti Gürcü Azərbaycanlısıdır. İstiqraz belə düşünür, amma bu belə deyil. İstiqraz biz buna fixed income aləti deyirik. Stabil gəlirlik alətidir. Yəni siz dövlətə borc verirsiniz və hansı bir dövlətə? ABŞ ola bilər, Fransa ola bilər, Böyük Britaniya ola bilər, Azərbaycan ola bilər. Hər bir ölkənin reytingi var. ABŞ hal-hazırda dünyanın ən güclü iqtisadiyyatına malik olduğuna görə onun AAA reytingi, AAA reytingi var, ən yüksək odur. Və prinsipcə dünyada az qala risksiz investisiya kimi ABŞ-nin dövlət istiqrazları nəzərdə tutulur. ABŞ dövləti buraxır. Hal-hazırda hardasa 4% civarındadır onların gəlirliyi. Bu az risklidir və çox riskli var. Misal üçün startaplara yatırım yatıra bilərsiniz. Bitcoin ola bilər və bu tipli istiqraz. Və bu da bunun aralığında var. Coca-Cola ola bilsin, Apple ola bilsin, Google, Microsoft, Alphabet, Nvidia və milyon dənə müxtəlif başqa şirkətlər ola bilər. Portfelin formalaşmasında siz bir strategiya seçməlisiniz. Sizin risk iştahınızı asılı olaraq. Yüksək risk, yüksək gəlir vəd edir, lakin yüksək də gəlirsizlik vəd edə bilər. Yəni ki, nəsə səhv etsəz, çox böyük bir problemlə üzləşəcəksiniz. Və bu portfelin formalaşmasında burada müxtəlif risk kateqoriyaları var. Bu birinci faktordur və ikinci faktor biz dediyimiz diversifikasiya var. Misal üçün hansısa, misal üçün qızıl yuxarı gedəndə adətən fond birjası biraz aşağı gedir. Çünki insanlar qızıla pul ayıranda artıq fond birjasına ayırmırlar. Onlar kontrsiklikdir də, biz belə adlandırırıq. Buna görə siz həm qızıl da saxlayırsınız, həm də fond birjasında nəsə saxlayırsınız. Fond birjası aşağı gedəndə qızıl yuxarı qalxır, kompensasiya edir itkiləri. Sabahları qızıl artıq aşağı düşəndə, fond birjasında hər şey normallaşanda fond birjası artır, qızıl aşağı düşür. Və bu ilə belə siz 10%-ə qədər gəlirlik olan bir normal bir az orta riskli bir portfel formalaşdıra bilirsiniz. Portfel budur. Ümumiyyətlə, ümumi investisiya portfelinin neçə faizlə əmlakı yatırmaq tövsiyə olunur? Belə bir sual da var. Məsələn, Elon Musk bu daşına bilən tiny house'lara üstünlük verir, əmlakı yatırım edir. Siz nə deyirsiniz bu barədə? Bax, Elon Musk'ın ayrıca strategiyası var. Elon Musk hər nə edirsə edir, o interplanetar səyahətlər üçün edir. O bütün bu balaca evlərin quraşdırılması səbəbi odur ki, onu sabah Marsda istifadə edə bilsin. Misal üçün onun bir boring kampaniyası var, tunellər qazırlar. Onu da burada yerdə dənir ki, Marsda sabahları tunellər qazsın. Elon Musk'ın investisiya strategiyası tamamilə ayrıca dünyadır və ümumiyyətlə ayrıca kainatda az qalır. Yəni ondan misal götürməyin. Ondan misal götürməyin. Ona görə daşınmaz əmlaki investisiya öz-özlüyündə çətin mövzudur. Niyə görə çətin mövzudur? Çünki inkişaf etməkdə olan ölkələrdə biz bir çox yerlərdə görürük ki, insanlar daşınmaz əmlaki investisiya etmək üstün tutur. Bunun iki səbəbi var. Mən düşünürüm, birincisi maliyyə savadlığının az olmasıdır. Onlar digər adətləri tanımırlar. Bir də belə bir mif var ki, mənim göz qabağımdadır. Mənim mülküm. Bir var, mən deyim ki, gedin S&P 500 indeksi var da, misal üçün ABŞ-nin 500 top şirkətinin fəaliyyətinə bağlı bir indeksdir. Gedin oraya investisiya edin. Bir də kağızdır da, telefonda bir dənə transaksiyadır. $100,000 ötürdün ora. Belə də hardasa bir transaksiyadır kağız üzərində. Bu isə evdir də, $100,000 aldın, gözünün qabağındadır da hal-hazırda. İnsanlar bunu daha az riskli hesab edir. Lakin biz fundamentdə ona gəlib çatırıq ki, investisiya olaraq onun gəlirliyi nə qədərdir? Heç olmazsa inflasiyanı yəni qoruya bildiniz siz inflasiyadan? Yəni ki, yoxsa qorumadan. Və bu məsələ gələndə bir çox insanlar artıq qapanır. Çünki biz adətən gəlirliyi manatla ölçürük.
deyirik ki mən nə bilim 15 il bundan əvvəl evi 100 min manata almışıqsa, indi bu ev indi 300 min manatadır. Deməli qabağa düşür. Qabağa düşür. Amma bir balaca başlayırsan onları tətbiqləməyə, biraz qurdalayırsa məsələni, 15 il əvvəl 100 min manat neçə dollar idi, misal üçün. 15 il əvvəl qızıl dollardan neçə qram, misal üçün ən asanını deyirəm də qızıl. O da göz qabağında ola bilər də, gedib qızıl sikkəyə də külçə ala bilərdilər və bunu evdə qoya bilərdilər. Və bunu bugünkü dollara çevirin, görün nə qədər eləyir. Desin evinizi bugünkü dollarla çevirin, görün nə qədər eləyir. Əksər vaxtlar artıq bütün onların investisiya dediyi bir şey sadəcə bir mifə çevrilir. Biz reallıqda görürük ki, heç inflasiyanı qarşılamayan qədər çünki 15 il əvvəl 100 min manat tamamilə başqa 100 min manat idi, nəinki bugünkü 300 min manat. Siz bilirsiniz nə qədər adamı həvəsdən saldınız? İnsanların ümidi yalnız o idi. Yəni əvlaki investisiya və ondan nəsə bir qazanmaq. Sadəcə investisiya edəndə ağıllı investisiya etmək lazımdır. Misal üçün 15 illik əmlaka investisiya etmək lazım deyil. Əli yandı, hansı bir variantlar tapırsınız, tez balaca bir remont eləyirsiniz ya da nəsə eləyirsiniz, 1-2 ilə də satırsınız. İlk qazancı deyirsiniz, istəyirsiniz ki, ildə bir bank əgər 12% verirsə, rahat siz 12% işlədir, heç olmazsa 15-20% ətrafında sizə gəlirlik versin. Və sırf bunun üzərində fokuslaşırsınız. Belə bir mənzil tapırsınız ki, siz onu 1 ildən sonra ən az 20% bahasına sata biləsiniz. Ya da 2 ildən sonra 40% bahasına sata biləsiniz. İnvestisiya budur. Ağılla yanaşmaqdır və bilməlisiniz nəyi neçəyə satırsınız. Və bu paralelində əgər digərləri Azərbaycanlıların sevdiyi növbəti bir investisiya kirayə verəcək mənzil. Baxın da, yəni ki, Azərbaycanda 1 milyon manata satılan mənzil bu günləri 1500-1800 manat arasında icarəyə verilir. Satışı 1 milyon manat olan mənzil. Bu gəlirliyin ayda 0,2% heç deyil. Yəni ki, ilə biz 2,5-3%-dən danışırıq. Yəni ki, bu heç nədir öz-özlüyündə. Real sağlam kirayə 0,5% olmalıdır. Əgər 1 milyonluq evdirsə, yəni ki, ayda 5000 götürməlisiniz həmin evdən ki, o nisbətən investisiya perspektivindən faydalı ola bilsin. O isə 1500-1800 manat sizə gətirirsə, heç bir faydası yoxdur. Ondan sonra bu 1000 manatı qoyarsınız banka 12%-dan. Ayda 10.000 manat alarsa 10.500-ünü verərsiniz mənzilə, qalanda xərcləyərsiniz özünüz üçün. Buyurun. İnsanlar daşınmaz əmlaki investisiyanın bağlı 2 dənə gəlir istiqaməti var. Birinci dediyimiz o kirayədir. Hal-hazırda Azərbaycanda kirayə çox ucuzdur. Mənzilin qiymətinə nisbətində. Və ikinci də mənzilin qalxması var. Yəni ki, ən azı insanlar gözləyir ki, mənzil hər il inflasiya qədər qalxacaqdır. Hal-hazırda rəsmi inflasiya 4%-dir. Realda düşünürəm daha çoxdur, 8% civarındadır. Və mənzillər 4-8% aralığında artır. Deyək ki, 4-5% arasında da kirayə gəlirlik verir. Bu prinsipcə normaldır. Əgər 12-13% illik mənzil sənə pul gətirirsə, bu normaldır. Belə orta riskli, normal bir investisiya kimi qəbul etmək olar. Lakin artırmır bizdə mənzillər bu templərlə. Son 3 ili götürsək, bəli artır. Son 15 ili götürsək, xeyr artmır. Və insanlar bunu unudur. Mənə daim olaraq indi bir neçədən video sosial mediada paylaşmışam ki, bəs o qədər də sərfəli deyil uzun müddətli perspektivdə daşınmaz əmlaki investisiyadır. Kimsə mənə yazır ki, mən 2023-də mənzil aldım, 25-də indi az qala 30-40%-nə bahasına satdım. İndi mən sizi təbrik edirəm, bizə çox ağıllı addım atmışsınız. Əgər siz 23-də mənzil almışsınız, 25-də onu satmışsınızsa, siz maksimumunu götürmüşsünüz o mənzildən. Çünki pik məhz bu dövrə düşür. Daha gec olsaydı amma uduzmuş ola bilərdi. Daha yəni ki, ya da daha əvvəllər alsaydı 2022-də satsaydı olmayacaqdı. Yəni ki, 2015-də alır, 2022-də satsaydı, yəni ki, bu gəlirlər də etməyəcəkdi. Yəni 10 il ərzində gəlirlik son 2 ilin gəlirliyini əvəz etməzdi. Burada fundamental sual ondan ibarət ki, niyə görə, nə baş verdi bu sonun içində ki, qiymətlər qəflətən belə tez artdı. O maraqlı sualdır. Yeri gəlmişkən sizi diqqətlə dinləyən dinləyicilərimizdən var. Onlardan biri yazıb ki, salam, mənim seçimim vardı. 50 min manatı bir mənzilə yatırıb ayda
300 manata kirayə vermək və ya 2 taksi alıb gündəlik 30-40 manata arendaya vermək. Və mən mənzil almağı seçib kirayə verdim. Sizcə mən düz seçim etmişəm, taksini riskli məsələ hesab etdim. Məncə sualın cavabını reklamdan sonra da ala bilərik. Əslində mən də bu barədə fikirlərimi bildirəcəm. Davam edirik. Özel evin proqramı davam edir və reklamlardan əvvəl dinləyicimiz sualı ünvanlamışdı ki, 50.000 manatı bir mənzilə yatırıb 300 manata kirayə vermək istəyirdim və yaxud seçim arasında qalmışdı. Yəni ki, və yaxud bir taksi, avtomobil əldə etmək, onu taksiyə icarə kimi vermək, 30-40 manata arendaya vermək kimi. İndi deyir, mən düz elədim, yoxsa yox, deyir. Mənzil almağı seçib kirayə verməyi seçdim yəni. Əgər investisiya cəmi hamısı 50.000-dirsə və siz onu 300 manata verə bilmirsinizsə, bu çox yaxşıdır. Sadəcə mənim gördüyüm odur ki, şəhər mərkəzində 150-200 minə satılan mənzillər, köhnə deyək ki, Stalinkalar falanlar 300 manata verilir. Yəni ki, mən düşünürəm ki, çox güman ki, o ilkin ödənişi nəzərdə tutur, 50.000 vermişəm. Sonra da krediti, ipotekası var. Çünki 50.000 üzərində ayda 300 manat gələrdə pis rəqəm deyil, əgər sırf kirayədən söhbət gedirsə. Taksi biznesi, orada nüanslara baxmaq lazımdır. 30-40 manat nədir, nə deyil, sığorta ora aid deyil, insanın risk iştahası nədir, nə deyil. Taksinin məncə riski də daha çoxdur da həm də. Yox. Yəni o nüansları daha çox bilmək lazımdır. Yəni tanımadığım, mən həmişə deyirəm ki, tanımadığım bir şəxs mənim avtomobilimi idarə eləyir və indi Allah uzaq eləsin, bir qəzası, bir xətası var, bunun da problemləri var, vaxt da çoxalır. Mən belə düşünürəm. Təəssüflər olsun ki, Azərbaycanda səhm bazarının normal formalaşmamasına ibarətdir. Çünki əslində necə olmalıydı? Taksopark yaradılır, onlar öz istiqrazlarını və ya da veksellərini çap edir. Deyir ki, mən pul qaldırıram əhalidən və sizə deyək ki, ildə 6%, 10% pul vəd edirəm. Sən gedirsən bu istiqrazları alırsan, kəş nəğd ötürürsən həmin şirkətə, onlar geri taksiləri alırlar, eləyirlər və bunun üzərində gedir. Misallarda biraz dediyim kimi, bizdə bu mədəniyyət formalaşmadığına görə kapital bazarı, birjada oynamaq, birjada investisiya etmək formalaşmadığına görə bu nəziyyətini çəkirik. Ona görə gerçəkdən taksi alırsan, mülkiyyət sənin olur, sabah həmin taksidə o kimisi getdi, vurdu, qaçdı, elədi, milyon dənə problem törədir. Sən investor ki, bu ilə heç birinə maraqlanmamalı. Sən pul verməlisən və pulun müqabilində sənə hansısa bir dividendlər söz verilməlidir. Yəni ki, bunun üzərindən getməlidir. Öz-özündə struktur yanlış işləyir. Həmin dinləyici yazıb ki, Xırdalandan deyir, bir otaq studiya aldım, ev, yəni verdim, orada mənzil nisbətən ucuzdur. Yəni həmin o 50.000-ə hər halda Xırdalandan aldım. 50.000-ə Xırdalanda evi 300 manata verə bilirsinizsə, bu gəlirli perspektivdən pis deyil. Nəsə etmiş oldunuz. 055-203-1103 WhatsApp nömrəmizdə dinləyicilər, siz də suallarınızı ünvanlaya bilərsiniz. Biz davam edirik. Azərbaycanda banklar, Fərhad bəy, depozitə manatla illik 10-12% valyutada isə 2,5-3% gəlir verir və qiymətli kağız bazarımızda o qədər aktiv deyil. Bax, bu şəraitdə daşınmaz əmlaka yatırım etmək daha yaxşı deyilmi? Nə düşünürsünüz? Azərbaycan daşınmaz əmlak bazarı manata prinsipsi çox bağlıdır. Mən onu manat depoziti ilə müqayisə edərdim. Çünki devalvasiya riski hər ikisi, manatda depozitləri və Azərbaycanda əmlak bazarı prinsip ki, ən böyük riski devalvasiya riskidir. Necə ki, 2015-də gördük biz. Belə baxanda manatla heç nə qiyməti düşmədi, amma dollarla 2 dəfə ucuzlaşdı hər bir şey Azərbaycanda, o cümlədən də daşınmaz əmlak. Depozitlərlə eyni şey ola bilər. Əgər siz bunu müqayisə edirsiniz, mən manatda depozit yatırım, yoxsa əmlak alım, plus-minus eyni funksiyanı öz-özlüyündə göstərir. Yeganə depozitin üstünlüyü mənim fikrimcə sırf iqtisadçı olaraq. Baxın, daşınmaz əmlaki investisiya iqtisadiyyatı böyütmür. Siz sadəcə dəmir və betona pul yatırmışsınız və bu qədər. Bu bir dəfəyə olan investisiyadır. Bu ev tikildi. ÜDM-də müdaxili məhsulda öz əksini tapdı ki, Azərbaycanda bir dənə ev tikildi və bu ilə də bitdi. Bunun davamı yoxdur. Siz bu pul hansı bir fabrika və zavoda yatırım edəndə bu pul dövr edir. Hər il fabrik bu pulu döndərərək yeni dəyərlər yaradır. Və dəm olaraq iş yerləri var, dəm olaraq məhsul istehsal olunur. Amma orada da risk daha çoxdur da. Yox. Risk hər yerdə var, risksiz heç nə yoxdur. Ona görə əmlakda daha azdır da, açıq danışsaq, bir müqayisə olaraq. Əmlakda daha azdır, amma yəni evi almışam, sadəcə qalıb kənarda. Bir də var, mən yatırma edirəm, bilmirəm tutacaq, tutmayacaq da. Yəni ki, investisiya baxımından ev almışam, amma bu evin qiyməti aşağı düşəndə də o da itirməkdir. Sadəcə siz düşünürsünüz ki, sadəcə göz qabağındadır da, nəsə bir divar qalıbdır sonda. Mən o görə həmişə
iki istiqamətdə ayrı. Ev almaq, bir də daşınmaz əmlaka investisiya etmək. Və bu ayrı-ayrı yanaşmalardır. Mən düşünürəm hər bir insanın evi olmalıdır. Valideynlərin imkanı varsa uşaqlarına da ev almalıdır ki, onlar ilkin həyatını ipotekasız, borçsuz, filansız başlasınlar. Lakin bunların hamısını təmin edəndən sonra sadəcə divar, betona, armatura, kərpicə mən pul yatırım ki, qalsın, nə vaxtsa qalxacaqdır. Bu baş verməyibdir Azərbaycan müasir tarixində. Yəni ki, daşınmaz əmlak uzun müddətli perspektivdə yaxşı investisiya olmayıbdır. Dediyim kimi, əgər 23, 2022, 2025-ci illəri nəzərə salmasaq, yüksək qiymət artımı olubdur. Təkcə Azərbaycanda yox, bütün dünyada. Bu inflasionist siyasət nəticəsində olubdur. Bizdə Azərbaycanda öz nüanslar olubdur. Rusiya-Ukrayna müharibəsi falan beşməkan. Onların təsiri altında son 3 ildəki tendensiya insanlar düşünür ki, daim olaraq olacaqdır. Mən isə düşünürəm ki, bu artıq heç vaxt olmayacaq. Heç vaxt yox, ən azı növbətdə 15-20 il perspektivində olmayacaqdır. Eyni oxşar hadisə bizə 2005-ci ildə olubdur. Çox az adam xatırlayır, amma mən niyə görə onu xatırlayıram? Çünki o vaxtları mən təzəlik evlənmişdim və ev axtarırdım. 2004-cü ilin sonunda mən bir mənzil seçmişdim, $350 satılırdı. Və pulu yığana qədər 2005-ci ilin ortası apreli gəlib çıxmışdı. Artıq 2 dəfə qalxmışdı mənzil. Sırf 2004-ün sonu ilə 2005-in ortasında. Belə düşmüşdünüz o əmlakın dalınca. Və o niyə görə baş vermişdi? İlk böyük neft pulları gəlməyə başladı. Bizim iqtisadi göstəricilər 15-30% az qala qalxmışdı. İqtisadi artım, Mərkəzi Bank çoxlu pul çap edirdi, dollar tökülüşmüşdü, infrastruktur layihələri başlamışdı. Birdən-birə 2004-ün sonu, 2005-in əvvəli birdən-birə böyük bir artım oldu. Və sonra da stabilləşdi və növbəti 22-ci ilə qədər biz bu artımı bir daha da görmədik. İndi də yenə də 2002-2025-də biz bu artımı gördük və bu artımda yəni ki, bir çox oxşar hadisələr baş verdi. Covid'in, inflasionist siyasəti, Rusiya-Ukrayna müharibəsi, bizdə daxilə Qarabağın bərpası üçün maliyyələşmə tələbləri, arxitektura komitəsinin yeni qaydaları falanı öz-özlüyündə bu balaca bumu yaratdı. Və mən düşünürəm növbəti 20 ildə bu olmayacaqdır təzədən. Mən isə düşünürəm ki, hələ ev almamışdan əvvəl evi tikənlər də var və təbii ki, dünən də elə bir qonağımız var idi ki, o qonağımızla bərabər biz bir daha onu təsdiqlədik ki, hər hansı bir işdən yapışırıqsa keyfiyyətli şəkildə yapışmalıyıq, çalışmalıyıq, keyfiyyətə doğru hər zaman gedək və materiallar məsələsi var. Materiallar da təbii ki, keyfiyyətli olmalıdır. Getdiyimiz yerdə parking hissəsi də keyfiyyətli, geniş olmalıdır. Dekor almaq istəyirik, dekor da keyfiyyətli olmalıdır. Hər şey orada olmalıdır, keyfiyyətli olmalıdır. O da ki, əlbəttə ki, Abşeron Ticarət Mərkəzi. Azərbaycanın ən böyük topdan və pərakəndə ticarət məkanı Abşeron Ticarət Mərkəzində geniş seçim, sərfəli qiymətlər və rahat parking var. Bütün alış-veriş ehtiyaclarınız üçün ideal ünvandır. Və gündəlik ehtiyaclar minlərlə seçim bir məkanda Lükbatan qəsəbəsi, Xocasən yolu 57, əlaqə nömrəsi Ulduz 6767-dir. Səlqə səhmanı sevənlər, məsələn, gedirsən bəzən ticarətə gedirsənsə, adicə bir əşyanı belə götürüb əldə eləmək istəmirsən. Yəni, o qədər orada səliqəsizlik var. Amma məhz Abşeron Ticarət Mərkəzinə getdikdə səlqə, səhman, mühafizə xidməti, nəzarət, kameralar, parking hissəsi, hər şey yüksək səviyyədədir. Yeri gəlmişkən sahibkarlar üçün də əla bir fürsət yaradıblar. O barədə birazdan sizi məlumatlandıracağım. Biz də davam edirik. 055 203 1103. Bu bizim WhatsApp nömrəmizdə dinləyicilər və qonağımızla birdən kimsə canlı efirə də qoşulub danışmaq istəsə, bir sualı olsa, bir fikir mübadiləsi aparmaq istəsə, Ulduz 8103 nömrəsi də açıqdır. Zəng edin, birbaşa bizimlə dialoqda ola biləcəksiniz. Fərhad bəy, ötən gün əmlak ekspert qonağımız bax dinləyicinin sualına cavab olaraq dedi ki, onun aktiv izlədiyi bu son 20 il ərzində Azərbaycanda əmlak ucuzlaşması müşahidə etməyib. Bu barədə nə deyə bilərsiniz? Yəni, daimi qiymət artımı olan bir bazara investisiya qoymaq məsləhətdir. Mənə maraqlıdır həmin bu yoldaşın riyazi hesablamasını görməyə. Mən düşünürəm yanlışdır. Onların ən fundamental səhvi ondan ibarətdir ki, onlar manatda hər bir şeyi qiymətləndirirlər, amma manatın alıcılıq qüvvəsi var. İnflasiyanı nəzərə almırlar, manatın məzənnəsi də dollara nisbətdə almırlar. Və həmişə dediyimiz kimi, İngiliscə opportunity cost deyirik. Başqa investisiya edə bilərdilər, misal üçün də bu pulları. Müqayisə, misal üçün, ən asantı, ən
belə də az riskli olan qızıl investisiyadır da. Qızıl investisiya Azərbaycan daşınmaz əmlakından 3 dəfə daha sərfəli olubdu son 15-20 ildə. Sadəcə qızıl alıb atsaydı, amma mən yenə də qızıl zinət əşyalarını nəzərdə tutmuram da. Yəni ki 999 ayar ya sikkələr ya da ki kürşələri nəzərdə tuturam. Yəni Azərgoldun qızılını alsaydılar, indi 3 qat daha çox pulları vardı. Dollarda hətta, nəinki manatda. Və bu səbəbdən, yəni ki, bütün daşınmaz əmlak ekspertləri, biz gələ onları öz adlarından çağıraq maklerlər, onların heç bir iqtisadi bilikləri yoxdur, investisiya bilikləri yoxdur və onlara sərf edir ki, insanlar getsinlər, daşınmaz əmlak alsınlar, onlara müraciət etsinlər, onlar da öz 2-3, mən nə qədər faiz götürürlər, onu götürsünlər. Ona görə onlar daim olaraq konflikti var. Maraq zidiyyəti var. Ona görə çox da onlara qulaq asmaq lazım deyir, sözün açığı. Maraq, çox acıqlı dediniz Azizdə. Ürəklə dediniz, qeyd elədiniz bunları. Əslən doğru qeyd etdiyiniz məqamlar da var. Həqiqətən mən bunlarla razılaşıram. Yeri gəlmişkən, dinləyicilərin də bu barədə fikirləri maraqlıdır. Siz nə düşünürsünüz? Bax, siz də yazın. Və yeri gəlmişkən bir dinləyici yazıb ki, salamlayıram sizi. Deməli, 99-cu ildə, yəni 1999-cu ildə $4500 aeroport yolunun kənarında 4 otaqlı həyət evi aldıq. 2014-cü ildə 120.000 manata satdıq. İndi bunu sadəcə fikir olaraq deyir, buradan da indi sual çıxır, sizcə qabağa düşüb yoxsa yox? Bunu yenə də hesablamaq lazımdır da, gəlir, məndə maliyyə kalkulatoru var. Maraqlıdır. Bunda da ümidsiz eləsəz bizi. 2014'te maraqlıdır, o satıb dollara çevirib yoxsa yox, onu yazsaydı daha faydalı olardı. Əgər dollara çevirmişsə ona pis xəbərim var ki, çünki növbəti 6 aydan sonra bu 120 manat çox aşağı olacaqdır. Onu tələsməlidir də, yəni hələ də həll edə bilər deyirsiniz. Yəni ki 2014'te əgər 120 manatı 1000 manat artıq hardasa $150.000 idi və onu çeviribsə dollara, 2015-ci ildə $150.000 artıq $300.000 manat idi. Yəni ki bu ağalı transaksiyanı edə bilibsə yaxşıdır, edə bilməyibsə xeyli itirib. Devalvasiyanı deyirsiniz. 2015'te bizdə devalvasiya baş verdi. Maraqlıdır. Siz hesablama aparın, mən WhatsApp nömrəni hər ehtimalı xatırladım. Sanki belə biraz da yəni mən elə gəlir ki, dinləyicilərin, digər dinləyicilərin də fikirləri ola bilər. 055-203-1103 WhatsApp nömrəmizə siz yazın, əlbəttə ki, suallarınızı, fikirlərinizi də yaza bilərsiniz. Yəni şərt deyil, burada biz təbii ki, Fərhad bəyin hər bir fikrinlə razılaşaq. Elə bir dinləyici ola bilər ki, bax, deyə bilər ki, mən düşünürəm ki, belə deyil, belədir. Yox, Fərhad bəy, o da ola bilər. Mən isə bir daha xatırladıram sizə ki, bax, tikinti Abşeronda, dekor Abşeronda bizim baş sponsorumuz Abşeron Ticarət Mərkəzi Azərbaycanın ən böyük topdan və pərakəndə ticarət məkanıdır. Gedin ora, həqiqətən sərfəli qiymətlər var və həmçində rahatdır. Alışverişin özü də rahatdır sözün əsl mənasında. Burada tikinti və təmir materiallarından ev dekoruna açıq bazar sahəsindən ambar imkanlarına qədər hər şey bir məkanda var. Lökbatan qəsəbəsi, Xocasən yolu 57, əlaqə nömrəsi Ulduz 67-67-dir. Sahibkarlar üçünsə nə fürsət idi o barədə deyim ki, Abşeron Ticarət Mərkəzində mağazalar üçün üstünlüklər var. Malları tam şəkildə pulsuz sığortalanır sizin mallarınız. 24/7 mühafizə və təhlükəsizlik təmin olunur. Müasir yanğın söndürmə sistemləri ilə təchiz olunmuş mağazalarda ödəniksiz geniş parking imkanı yaradılıb. Yükləmə və boşaltma üçün rahat logistika şəraiti mövcuddur. Mağazalar üçün sabit və sərfəli icarə şərtləri tətbiq edilir. Ərazidə də peşəkar yanğın söndürmə komandası fəaliyyət göstərir. Nə xidmət istəsəz var. Lökbatan qəsəbəsi, Xocasən yolu 57, əlaqə nömrəsi Ulduz 67-67. Hesablama hələ də getməkdir deyəsən Fərhad bəy. Mənə də özümə də çox maraqlı, heyecanlı gəldi. Amma bir balca doğrudan Fərhad bəy, siz elə başladınız ki, mən düşündüm ki, bundan sonra doğrudan yatırım etməyə dəyməz əmlak. Yəni elə qeyd elədiniz bunları. Adam sanki mənə maraqlıdır, siz özünüz investisiya nəyə edirsiniz? Mən burada faizə baxmaq istəyirəm. Hal-hazırda faiz hesablamaları gelir. Bəzi interaktiv şovlarda olur. Xalların hesablamasını gözləyirik dinləyicilər və o vaxta qədər mən onu qeyd edeyim ki, biz bugün
daşınmaz əmlak və investisiya mövzusunda danışırıq. Qonağımız iqtisadçı ekspert Fərhad Pərvizidir. Nə suallar varsa ünvanlaya bilərsiniz. Təbii ki, bütün bildiklərindən mütləq ki, sizi məlumatlandıracaq və özün də qeyd etdiyi kimi sadəcə bir neçə seçim sizə məsləhət görür. Artıq o yolla necə edəcəksiniz, gedəcəksinizmi o yolu, getməyəcəksiniz sizin qərarınızdadır və bu da tam adekvat əlbəttə ki, fikir və məsləhətdir. 055 203 11 03 WhatsApp nömrəmizdir. Nə çətinə düşdük bu dinləyicinin? Yox, sadəcə dediyim kimi bir balaca manat var, 99-cu il manat başqa idi, dolar başqa idi, çoxlu kalkulyasiyalar etmək lazımdır. Mənə elə gəlir ki, bax, məsələn, süni intellekt deyərdi ki, uğurlu investisiyadır, yox? Prodüserimiz yoxlayıb deyir, elədir. Deyir, süni intellekt deyir ki, uğurlu investisiyadır. Buna indi Fərhad bəy nə deyir? Uğurludur. Yəni ki, süni intellektə investisiyalar indi iki müxtəlif istiqamətdə var. Skeptiklər var və düşünürlər ki, birdən birə həddindən artıq çox şişibdir. Və biz bunu 99-cu ilə .com boom olanda, internet şirkətləri boom olanda onu gördük. Həddindən artıq çox gəlirliyə nisbətdə şirkətlərin dəyəri həddindən artıq çox yüksək idi. Və biz bu səbəbdən onu çox da görə bilmirdik. Ona görə investorlar indi düşünür ki, növbəti 2 ildə Michael Burry'nin misal üçün də Big Short filmi var. O da 2008-ci ildə bazara qarşı gedərək bir xeyli pul qazanmışdı. O da düşünür ki, süni intellekt növbəti 2 ildə şirkətləri çökəcəkdir. Kimsə deyir ki, o süni intellektin arxasında real istehsal durubdur və bu səbəbdən çökməyəcəkdir, iqtisadiyyatı artıracaqdır. Ona görə mən əgər dəqiqliklə bunu bilsəydim, artıq multimilyarder olmuşdum da, milyonçu yox. Ona görə heç kim dəqiq bilmir. Və investisiyalarda iki cür strategiya hal-hazırda dominant rolunu oynayır. Birinci, Warren Buffett'in konservativ mühafizəkar strategiyası. O daim olaraq zavodları, fabrikləri, dividendləri ödəyən şirkətlərə pul yatırır və texnoloji şirkətlərdən uzaq durur. Və onun fondu 70-ci illərdən başlayaraq ortalama 22-23% gəlirlik gətiribdir. Bu çox yaxşı göstəricidir. 40-50 il ərzində 22-20% üzərində gəlirlik gətirmək çox-çox yaxşı göstəricidir. Adətən 8-9% civarında olur belə uzun müddətli olanlar. Lakin texnoloji şirkətlər də var, hansılar ki, sırf texnoloji şirkətlərə pul ayırır. Microsoft'dur, Google'dur, Tesla'dır, indi Nvidia'dır. Onlar da qazanıblar, amma onların 50 illik tarixçəsi yoxdur. Onlar nə ediblərsə bu qısa müddət ərzində ediblər. Və sual orasındadır ki, bu belə davamlı olacaq, davamlı olmayacaq. Bu da digər mövzudur. İzləyicilər üçün faydalı ola bilərdi ki, hər bir şeyi özləri araşdıraraq, özləri qərar qəbul etsinlər. Çünki bilirsiniz, bu riskdir. Mənə dəm olaraq deyirlər, pulu hara yatıraq. Mən deyirəm, birinci mən ödənişsiz belə konsultasiya vermirəm. Amma ödənişli verirsiniz ondan. İkincisi də mən daha çox insanları öyrətməyə çalışıram ki, onlar necə analiz etsinlər, iqtisadiyyatı anlasınlar, maliyyəni anlasınlar, ümumiyyətlə dünya hara gedir, anlayandan sonra daha dayanıqlı bir vizyon qura bilirlər özləri üçün və artıq öz qərarları olacaqdır. Bilirsiniz, rahat və asan şəkildə varlanmaq alınmır. Yəni, sən bir əziyyət çəkməlisən, sən öyrənməlisən, sən investisiya bazarını öyrənməlisən, iqtisadiyyatı öyrənməlisən, makroiqtisadi prosesləri anlamalısan, geosiyasi arenada baş verənləri anlamalısan, yeni dünya intizamı gəlir. İndi ABŞ dolları nə olacaqdır ümumiyyətlə növbəti 10-15 ildə? ABŞ ehtiyat valyutası kimi qalacaqmı, yoxsa o da devalvasiya uğrayacaqmı? O qədər hal-hazırda həm qlobal səviyyədə, həm lokal səviyyədə proseslər gedir. Bütün bunları inteqrasiya edib və anlamaq ki, bu necə təsir edir, çox çətindir. Amma yenə də investorla traderın fərqi məhz orasındadır. Mən investisiyalar öyrətməyə çalışıram. Yəni, ən azından 5 illik horizont üzərində fokuslanmağı tövsiyə edirəm. Traderlər isə daha çox gündəlik əməliyyatlar edir. Traderlərin 95%-i sonda müflisləşir. Yəni ki, çünki gündəlik əməliyyat aparmaq çox-çox risklidir. Amma onlar ildə 80% gəlirliyi əldə edə bilirlər. İnvestorlar 80% gəlirliyi çox nadir hallarda, demək olar ki, heç vaxtlara əldə edə bilmirlər. İnvestor əgər ortalama ildə 15% qazanırsa, bu onun üçün çox yaxşı göstəricidir.
İndi dinləyicimizin taleyi necə oldu? Bunu reklamlardan sonra öyrənəcəyik və necə ki yazmış ki 99-cu ildə $4500 aeroport yolunun kənarında adam 4 otaqlı həyət evi alıb. İndi 2014-də milyonçu olub, olmayıb. Cavab nədir? Bu barədə hesablamanın yeri gəlmişkən Fərhad bəy hesablama aparıb. Reklamlardan sonra hər halda bu barədə bir fikir mübadiləsi əlbəttə ki apararıq. Qaldı ki, dünya hara gedir? Dünya özü də reklamlara gedir. Məncə getdikcə də. Özel evin proqramı davam edir. Hələ 15 dəqiqə sizinlə bərabərik. Həmçinin də qonağımız da buradadır. Növbəti saatımızda yenə də mən sizi salamlayacağım. Dinləyicimiz yazmışdı Fərhad bəy, yadınızdadır, sabah $4500 aldığı. Bu hesablama nəyə gətirib çıxartdı? Nə məsləhət görürsünüz? 24% illik gətirdi. Bu çox yaxşıdır. Təbrik edirəm. Əgər dollara çevirib saxlaya bilibsə, təbrik edirəm. Çox yaxşı bir uğurlu investisiya olubdur. Mən bayaq sizə sualı ünvanladım. Yəqin o hesablama zamanına düşdü. Siz özünüz investisiya edirsiniz və hal-hazırda nə edirsiniz? Hal-hazır ki, mənim strategiyam daha çox nəqd pul üzərində oturmaqdır. Onu da deyək, az yüksək likvidli və az gəlirli istiqamət. Mən çıxmışam bütün investisiyalardan pikdə 2,5x deyilikdə qazancımı götürdüm. Və mən Warren Buffett investisiya strategiyasının tərəfdarıyam. Konservativdir yetərincə və real iqtisadiyyata yönümlüdür. Mən bitcoin almıram, qızıl almıram. Çünki mən birisi bitcoinu dayanıqsız hesab edirəm. Daşınmaz əmlak da həmçinin. Daşınmaz əmlak da həmçinin hal-hazırda, yəni ki, investisiya etmirəm. Mən real iqtisadiyyata dəyər qatan sahələrə investisiya etməyi sevirəm. Bu istiqamətdə. Ona görə müxtəlif kiçik bizneslərdə pay alıram. Onları inkişaf etdirirəm. Bu istiqamətdə edirəm və digər pulun böyük bir hissəsini saxlamışam. Mən resesiyanı gözləyirəm. Dünya resesiyasını gözləyirəm 27-ci ildə. O zaman indi hər şey pikdədir. Mən pikdə heç nə almıram. Mən pikdə hər şeyi satıram. Yəni ki, bazar düşəndən sonra 27-ci ildə ondan sonra yeni investisiya imkanlarını araşdıracağam. Xeyirli olsun. Və hər birinizə salam olsun yazır dinləyici. Azərbaycanda gözdən qaçan bir məsələ var. Azərbaycanda əslində mənzil bolluğu var. Son dönəmlərdə rayonlardan Bakı ətrafında fərdi yaşayış evlərinə sahib vətəndaşların əksəriyyətinin rayonda evi var. Bundan əlavə məcburi köçkünlər üçün tikilən evlər, azad olunan ərazilərdə tikilən evlər və sənədsiz evləri siyasi toplansa, bəlkə də 2.400.000 Azərbaycan ailələrinə hər birinə 1,5 sayılır ya bir mənzil düşər deyir. Yəni bir mənzil yarım olsun. Yəni belə bir hörmətlə Aris Zeynalov qeyd edir bunu. Fikriniz bilmirəm sözün açığı. Bunu statistik məlumatlara baxmaq lazımdır. Bilməm yoldaş əmlak komitəsində işləyir, arada işləyir. Bəlkə onun belə bir statistikası varsa maraqla izləyib nəsə bir fikir söyləmək olardı. Onu mən bilmirəm. Səsli mesajla yeri gəlmişkən göndərir. Görək. Bəlkə daha geniş məlumat verəcək bizə. Maraqlı statistikaydı, amma hardan götürülüb siz demişkən. Yəni çox əmin yazılıb açığı. Yəni bir dinləyici fikri olaraq çox əmin yazılıb. Amma Azərbaycanda hamı özünü iqtisadi maliyyə eksperti hesab edir. Elə bir ki, siyasət, futbol və əmlak barədə hamı fikir söyləyir bu ölkədə, amma heç birinin datası yoxdur. Məndə də misal üçün siz soruşanda rəsmi araşdırmalar niyə görə Azərbaycanda yoxdur? Çünki bizim əmlak komitəsi paylaşmır heç bir məlumat. Nə qədər ev alınır, nə qədər satılır, ortalama qiymət nədir? Bu yoxdur. ABŞ-da tətbiqlər var telefonda. ABŞ-da istənilən bir evin tikiləndən bəri kimə satıldığını, neçəyə satıldığını hər ilbəil izləyə bilərsiniz və bu açıq datadır. Sadəcə tətbiqdə mənə abonent haqqı ödəyirsiniz və istənilən mənzilin bütün tarixçəsini çıxara bilirsiniz. Azərbaycanda çox bəsit bir data yoxdur. Misal üçün əmlak komitəsi bunu çap etmir. Azərbaycanda keçən ilə nisbətən bu illərdə mənzillərin satışı çoxalıb, yoxsa azalıbdır. Çox sadə bir sualdır. İndi hamı da hipoteza eləyir bunun üzərindən. Onlar da əmlak komitəsi ümumiyyətlə heç bir datanı paylaşmır və bu çox pisdir. ABŞ dediniz, mənim ağlıma Abşeron gəldi. Abşeron sahillərində bax böyük turistik zonalar salınır və bu komplekslərin sayı artdıqca həmin əraziyə yaxın torpaq sahəsinin də qiyməti qalxır. Yəni məsələn Pirşağı ərazisində bir sot torpağın qiyməti bir neçə il əvvəl 5.000 manat civarındaydı. Bugün son ildə yəni oradakı bir sot torpağın qiyməti 15.000 manata yüksəlib. Bu isə yəni illik 100-200% gəlir deməkdir. Belə əmlakları tapıb, yəni orada investisiya qoymaq barəsində nə deyə bilərsiniz?
Baxın, mən həmişə deyirəm ki, investisiya etdiyiniz sahəni bilin. Əgər həqiqətən siz əli yandı belə bir variant düşübsə, ya da siz uzun müddət bu işlə məşğulsuzsa, yaxşı torpaqları seçə bilirsə, perspektivi anlaya bilirsinizsə, əlbəttə ki, yəni ki, bilik və bacarığınız çərçivəsində investisiya addımları atın. Yenə də risk həmişə var, risksiz heç nə yoxdur. Sabah yenə də əgər manat 2 dəfə devalvasiya olsa, yenə də nə bilim əvvəl 15 min manat növbəti 2 ildəki 15 min manatla bərabər olmayacaq da dollar ekvivalentində. Mənim məsləhətim odur ki, əgər daşınmaz əmlaka investisiya edirlərsə, mən ev alışından söhbət getmir. Ev almalıdır, mütləqdir, insanın evi olmalıdır. Amma sırf daşınmaz əmlak bazarına investisiya edəndə öyrənin bu bazarı və onu 10-15 illik planlaşdırmayın. Yanar variantlar tapın, düzgün kvadratura tapın, onu düzgün təmir edin, sənədləşməsinə fikir verin, ipoteka yararlı olsun. Hansı MTK-dan alırsınız, ona çox fikir verin. Çünki bizim bəzi MTK-lar həddən artıq çox qudurubdur. Onlar sənəd, ümumiyyətlə bu qanunsuzdur, öz-özlüyündə sənədlə, MTK sənədin təzədən rəsmiləşməsi falan. Amma bəzi MTK-lar artıq sənədin sadəcə yenidən rəsmiləşmək üçün 8% sizdən komissiya tutur. Təsəvvür edirsinizmi? Yəni ki, əgər siz bunu investisiya yönümlü planlaşdırırdınızsa, yəni ki 8%-ni sizdə təkcə artıq MTK götürəcəkdir, sadəcə yeni kağız vermək üçün. Bütün bunları nəzərə almaq lazımdır. Həmin ərazidə yaşayış nə vaxt olacaqdır, kommunal xərclər nə vaxt olacaqdır, parkovkası var, yanında məktəbi var, yoxdur. Yəni ki, əməli başlı bir oxuyun əmlaka investisiya bağlı kitabları. Və ondan sonra bunu edin. Sadəcə kimsə dedi ki, Abşeronda, mən nə bilim Pirşağda torpaqlar əvvəlcə 5 min, 15 min gedib alacaqsınız və belə ömrünüzün axırına kimi boynunuzda qalacaqdır. Bunu yapmayın. Yapmayın, eləməyin belə, dinləyicilər. Doğrudan da bir daha Fərhad bəy təşəkkür edirik sizə ki, bax, belə geniş, aydın şəkildə məlumatlar verirsiniz və mən açıq etiraf edirəm ki, var elə bir məlumatlar ki, həqiqətən bunları sizdən ilk dəfədə eşidirik. Yəni, sizdən o barədə ki, yəni, bu zamana qədər bizə bu tövsiyəni verən olmamışdıq. Bunu da etiraf eləmək lazımdır açığa. Salam, qonağınızla tam razıyam, dinləyici. Axır ki, bir razı olan oldu sizdən, görürsünüz. Bax, Abşeron rayonu Qurd dərəsində 2005-2010-cu ildə torpaq bumu yaşandı. Qiymətlər 400-500-dən 3-4 minə qalxdı sotu. Sotu 3000 manat, 30 sot torpaq aldım deyir. Qiymətlərin artmasını düşünərək 14 il gözlədik. 2024-cü ildə ölmüş məbləği diriltmək məqsədi ilə satışa qoyuldu. Sotu 2700 manatdan satıldı. Daşınmaz əmlak alarkən deyir, risklər bəzən daha çox ola bilər. Yəni adam uduzmuş oldu hesab elə. Yəni 3000'ə alıb, düzdür, mən belə başa düşdüm. 2700'ə satıb. Maraqlıdır. Mən sadə vətəndaşam, inanın bu belədir, sadəcə dövlətin siyasəti insanları öz məkanında itihkam edə bilmədiyinə görə insanlar, yeri gəlmişkən burada, mən oxuyacağım, dinləyici tam olaraq qeyd eləməyib hələ fikrini. Mən hesab edirəm ki, perspektivli ərazidə torpağım var deyir, satışa qoymuşam, amma sata bilmirəm. Gəlirlər baxırlar, amma almırlar. Bu nə deməkdir? Ərazi perspektivsizdir, yoxsa mən yaxşı satıcı deyiləm deyir. Hər bir şey ola bilər. Hamısından, siz hamısındansınız elə? Hər birindən ola bilər. Siz düşünmüşsünüz ki, perspektivsizdir. Siz yaxşı satıcı deyirsiniz, o da ola bilər. Ya da qiymət çox bahadır. Ya da ki, siz öz əmlakınızı bazar qiymətindən daha çox dəyərləndirirsiniz, o da ola bilər. Ona görə kompleks məsələdir. Belə bir sadə bir cavabı yoxdur. Biraz da öz suallarımızdan verək Fərhad bəy. Deməli, son vaxtlar vətəndaşlarımızı xarici ölkələrdə daşınmaz əmlak almağa başlayıb bizim vətəndaşlar. Əsasən də Türkiyə, Dubay, daha zənginlər isə Avropa dövlətlərinə üst tutub. Belə əmlaka investisiyalara münasibətiniz necədir? Yəni xarici dövlətlərdə. Yəni gəlirliyə baxmaq lazımdır. Dubay ilə bağlı investisiyalardan mənim son araşdırmam onu göstərir ki, onlar təxminən 6% gəlirlik vəd edir. Və orada da çoxlu kampaniyalar var, Ramazan dövründə hansı xüsusi indirimlər var, o indirimlərdən yararlana biləcəksiniz, bilməyəcək, yeni araşdırmaq lazımdır. Dubay öz-özlüyündə yaxşı turizm məkanıdır, amma biz yaddan çıxarmaq 2008-ci ili
Dubai əmirlik olaraq müflisləşəcəkdir. Bütün bu tikinti bumun nəticəsi olaraq. Abu Dhabi onları xilas etməsəydi, Dubai artıq müflis olmuşdur öz-özlüyündə bütün bu məhz tikinti bumun səbəbindən. İndi həmin 2008-ci ilin tendensiyalarını görmürük, amma yenə də Dubaya çoxlu varlı insanların köçməsi perspektivindən dayanıqlı inkişaf görürük. Və yenə də burada 6% gəlirlik insan üçün okey deyil, sualı budur. Siz əgər 150 minlik bir ev alırsınızsa, okeydə 56-7 min pul qazanacaqsa, mənim perspektivimdən, mənim üçün məsəl üçün maraqlı deyil 6% gəlirlik. Sən rahat şəkildə ABŞ səy bazarında 15% etdiyində, Dubayda mənzilə 6% ilə gəlir əldə etmək mənim üçün o qədər də maraqlı deyil. Peki sizin üçün hər şey az gəlir, ola bilər Fərhad bəy? Mənim üçün ola bilər. Yəni mən ona görə deyirəm. Kimsə üçün 6% illik gəlirlik bəlkə də normaldır. Mən görürəm ki, inflyasiya 6%-dan çoxdur və 6% mənim heç nəyimi bağlamırsa, mən faktiki olaraq pul itirirəm 6% olanda. Kimsə üçün bu normaldırsa, ən azından bilir ki, özü də gedir Dubaya, orada qala bilər o evdə. Bilirsiniz, bunu intangible deyirik də, toxunulmaz xeyir. Yəni ki, mən bilən ki, Dubayda evim var. Bu mənə zövq verir ki, mənim Dubayda evim var. Bunu sən pula çevirə bilmirsən də bu zövq hissini. Ya da ki, mən oraya gələndə artıq otelə pul xərcləmirəm, öz evimdə qalıram. Yəni ki, bunu da hardasa əlavə etmək olar həmin bunlara. Amma düşünür ki, xüsusən də bizim yerli maklerlər dediyimiz, indi adlarını realtor qoymaq istəyirlər ki, daha yaxşı səslənsin deyən, amma maklerlikdən beyinləri daşım. Kirayə verəcəksən də 500 manatdan 12 ay ərzində, 10 il ərzində. Sən birincisi heç vaxt ömründə 10 il ərzində 12 ayında kirayə verə bilməyəcəksən. Sən mənzilin il ərzində ən azından 25% boş qalacaqdır da. Siz onu nəzərə almalısınız. Daim olaraq artan mənzil fondunu nəzərə almalısınız. Çoxlu insanlar investisiya edibdir. Hamısı eyni məqsədlə investisiya edibdir və onlar indi hazırlanır kirayə verilməyə. Kirayə bazarı nə olacaq? Onsuz da indi çox ucuzdur Bakıda kirayə. Və bütün bunlar da çıxandan sonra, yeni tikirlər də kirayə çıxandan sonra onda nə olacaqdır? Bütün bu maraqlı mövzulardır. Çox doğru qeyd edirsiniz. Mən bunu təəssüflə qeyd edə bilərəm ki, nə qədər məlumat ala bildik sizdən, amma təəssüfü nəyə görə deyirəm, vaxtımız məhduddur. İstəyirəm ki, son olaraq, düzdür, bir neçə tövsiyələrinizi verdiniz bu 5-10 dəqiqə əvvəl. Son olaraq bizim dinləyicilərə bax bu mövzuda, bu səpkidə hansı məsləhətlərinizi, tövsiyələrinizi verə bilərsiniz? Mən düşünürəm, özünüz araşdırın, investisiyalar barədə oxuyun. İndi prinsip ChatGPT də var, çox rahat şəkildə ondan xahiş edə bilərsiniz investisiyalar barədə məlumat versinlər. Ən azından heç olmasa 1-2 gün vaxtınızı sərf edin. Baxın, ümumiyyətlə hansı tip mövzularda investisiyalar var. Mən özüm çox güman ki, genel ildən bir investisiya ilə bağlı bir təlim proqramı hazırlayacağım. Azərbaycanlıları səhm bazarına investisiya etməyi öyrətmək naminə, maliyyə savadlığını artırmaq naminə bir layihəyə start vermək istəyirəm. Əsas problem odur ki, Azərbaycanda etibarlı investisiya partneri tapmaq biraz çətindir. Onlar ki, ABŞ üzərindən alır, ABŞ-nin brokerləri öz xidmət haqqını alır, bizimkilər öz xidmət haqqını alır və bir xeyli baxa-başa gəlir Azərbaycanlı vətəndaş üçün. Mən bunu optimallaşdırmaq naminə yeni çıxış yolları axtarıram, amma yenə də bu baş verməyənə kimi hər bir insan özü də çox asan şəkildə, demək olar ki, pulsuz öz maliyyə savadlığını artıra bilər. Yəni, bunun üzərində fokuslanın. Çox sağ olun gəldiniz bugün. Bir daha dinləyicilərə deyim ki, qonağımız iqtisadçı ekspert Fərhad Pərvizi idi. Təşəkkür edirik, dəvətimizi qəbul etdiniz. Ümid edirik ki, növbəti dəvətimiz də olacaq. Yenə də qəbul edəcəksiniz inşallah. Çox sağ olun. Xoş oldu sizi tanımaq və görmək. Əziz dinləyicilər, sizinlə sağollaşırıq hal-hazırda. Yəni hələlik deyirik, çünki xəbərlərin vaxtıdır. Xəbərlərdən dərhal sonra biz yenidən Özəl Evin proqramı olaraq davam edə biləcəyik. Hələlik eşidilərik.